Bu videodakı mövzumuz 5-ci sinif ingilis dili, əsas xarici dili olanlar üçün səhifə 76. Səhv eləmirəmsə, keçən videoda biz səhifə 76-da 7-ci tapşırığın 1-ci və 2-ci cümləsini işləmişdik. Mənə zəng gəldiyi üçün videonu yarıda saxlamalı oldum və 3 və 4-ü yazmadım. İndi 3-ü yazaq. Deməli, xəbərin altına xır çəkilib. Xəbərə sual verərkən Azərbaycan dilində olduğu kimi ingilis dilində də nə edir, nə edəcək, nə etdi və s. tipli suallarla sual veririk. Və nə deməkdir? What. What. Daha sonra köməkçi feil do olmalıdır. Səhv eləmirəmsə, keçən dəfəki videoda mən sual cümləsinin quruluşunu izah eləmişdim. Sonra mübtəda gəlir. Sonra xəbər gəlir, play, xəbər deyirəm, do feili gəlir, nə etmək, do. Bu köməkçi feil do'dur, bu isə əsas feil do, etmək. İngilis dilində do feili homonimdir. Yəni, həm əsas feildir, mənası nədir, leksik mənası var və bir dənə də etmək deməkdir əsas feil kimi və bir dənə də do var, bu isə köməkçi feildir. Yazıram, köməkçi feil. Bunun leksik mənası yoxdur, amma qrammatik mənası var. Yəni, köməkçi feildir. Və biz burada görürsünüz, do'nun hər iki formasını işlətmişik. Həm köməkçi feil kimi işlənib burada, sual cümləsini düzəltmək üçün iştirak edib burada, köməyə çatıb. Burada isə əsas feil kimidir. Necə biz deyirik, nə edir, nə edəcək və s. İngilis də elə deyir. Onlar nə edirlər? With their friends on weekends. Cümlənin davamı da baxın budur. Həftə sonları dostları ilə nə edirlər? What do they do with their friends on weekends? Cümlənin davamını daha yazmadım. Siz amma dəftərinizə yazanda bu cür yazmalısınız. Yəni bütöv cümlə. What do they do with their friends on weekends? Və axırda da sual işarəsi. Okay. 4-cü cümlədə də xəbərə sual verilib. Deməli, yenə eyni qaydada cümlə what ilə başlayacaq. Daha sonra köməkçi feil do. Sonra isə sualı sənə ünvanladığına görə you yenə do. Bu, nə edirsən deyir in the evening. Axşam nə edirsən? O da deyir ki, I listen to music. Mən musiqi dinləyirəm. Bu bitdi. Və tapşırıq 8. Hi, I'm Dale. And this is my friend, Jason. He's a student. He gets up at 6 a.m. And he has breakfast with his family. He doesn't take the train to school. Yəni, qatarla getmir. He takes the bus. Bu ifadələri əzbərləyən uşaqlar üçün bu tapşırığı yazmaq rahatdır. He has lunch at school. Məktəbdə yeyir. Then he plays soccer. Deməli, futbol oynayır. He goes home at 5 p.m. 5 p.m.də evə çatır. Ancaq ev tapşırığını etmir. Bu adam deməli dərs oxuyan uşaq deyil. Doesn't do. Mənim bir sinifim var, onlara oxşadı. He burada da televizora baxır. Evə gələn kimi də televizora baxır. Həmin sinifin adını çəkim. Burada deyim ki, ay filan kəslər bax, siz oxşuyub bu uşaqlarda. Bu oğlanda deyil. Aha, o nahar edir. He has dinner. Takes a shower. Və duş qəbul edir. And then he goes to bed. Və sonra isə yatır. Bu adam dərs oxumadı. Bax, bir gün 24 saatını demək olar burada verib. Səhər tezdən durun. Bu adam dərs oxumadı. Maraqlıdır. Sonra deyir ki, write about your weekend. Öz həftə sonunun haqqında yaz.
Deyir, öz həftə sonunun haqqında yaz. Use the phrases below and the affirmative and negative forms of the verbs. Deyir ki, aşağıdakı ifadələrdən də istifadə ilə inkar və ya təsdiqdə. Məsələn, həftə sonu. On Saturday and Sunday, I get up at mesela olsun 10 a.m. Sonra I have breakfast with my family. I have breakfast with my family. My family. Then I go to the park with my family. With my family there, orada I hang out dostlarımla bir vaxt keçirəm. I hang out with my friends. On Saturdays, şənbə günləri I don't do, mən ev tapşırığı etmirəm. Homework. I go to museums with my family too. Ailəmlə muzeylərə də gedirəm. After coming home, evə gələndən sonra I have dinner. Günorta yeməyini unutduq. And then play video games. Bizim uşaqlar oynayır da. Video games. At 10 p.m. At 10 p.m. saat 10'da isə I go to bed. Buna uyğun bir şey yaza bilərsiniz. Bu sadəcə olaraq nümunədir ki, mən yazdım. Sonra I can. Bu isə self-assessment-dır, özünü qiymətləndirmə. Hansını bacarırsınızsa ona X belə işarə qoyursunuz, tik işarəsi qoyursunuz. Bacarmadığınıza isə X işarəsi qoyursunuz. I can talk about routines and free time activities. Mən deyir, rutinlər və free time activities haqqında danışa bilirəm, onu da belə qoyursunuz. Yox, danışa bilmirsinizsə X qoyursunuz. İkisindən birini edirsiniz amma. Use the simple present to discuss routines and free time activities. Deməli, simple present zamanından, yəni indiki sadə zamandan istifadə edərək günlük rejimlər və asudə vaxt fəaliyyətləri haqqında danışa bilirəm. Danışa bilirsinizsə yenə belə, danışa bilmirsiniz belə. Yəni bu, əslində burada tik qoyulur. Talk about school subjects and places at school. Fənlər və məktəbdə olan yerlər haqqında danışa bilirsinizsə bura qoyursunuz.
Tiki danışa bilmirsiniz, bura qoyursunuz. Use the simple present in the third person to describe activities at school. Deməli, məktəbdəki fəaliyyətlərdən danışarkən üçüncü şəxs təkindən istifadə edərək indiki sadə zamanı, yəni indiki sadə zamanda cümlələr qura bilirsiniz. Əgər qura bilirsinizsə bura, qura bilmirsinizsə bura. Yəni belə. O qaydaları öyrənəndən sonra qurmaq əslində asandır. Və bu da belə bir tapşırıqdır. Lüğətdən, yəni lüğətinizdən bir sözü seçib, o sözü baxın belə təsvir edirsiniz. Məsələn, bir dənə söz seçirsiniz. Tutaq ki, bunlar breakfast seçiblər. Siz də seçirsiniz. Tutaq ki, olsun, məsələn, take the train. Tutaq ki. Yazırsınız ki, trainə aid, bu ifadəyə aid bir cümlə yazırsınız. I take the train to school. Məktəbə qatarla gedirəm. Daha sonra bu cümləyə uyğun bir dənə bax, görürsünüz bu şəkil çəkib də belə. Siz də bir dənə qatar şəkli çəkirsiniz belə. Məsələn, siz qəşəng çəkirsiniz də, amma mən qəşəng çəkmədim. What's he wearing? O nə geyinib? Bu isə indiki davam edici zamanın mövzularıdır. Unit goals bölmənin məqsədləri. Talk about clothes, paltarlar haqqında danışmaq. Read a chat between two friends, iki dost arasındakı söhbəti oxumaq. Okay. So, not bad. Listen to a friend describing a sister. Öz bacısını təsvir edən bir dostunuz haqqında danışmaq. Dinləmək. Learn about the Bedouins. Beduinlər ailəsi haqqında öyrənmək. Talk about an image of someone's clothes. Kiminsə paltarlarının şəkli haqqında danışmaq. You think, deyir, düşünün, you are what you wear, sən geyindiyin bir şeysən. Bizdə deyirlər, nə yersən o, türklərdə deyirlər. Bizdə də deyirlər ki, dostunu de, mənə söylə, bilim sən kimsən. İngiliscə deyir ki, nə geyinirsənsə olsan da, yəni geyim səni present eləyən, təqdim eləyən bir şeydir. Do you agree? Razısınızmı? Okay. Deyə bilərsiniz ki, I think it is right. Məncə bu doğrudur. It is right. Uzun cümlələr yazmaq olar, amma o sizin deməli, yaşınıza uyğun olmayacaq da. Yəni, o cür cümlə quruluşları, çətin cümlə quruluşlarına siz qurub getsəz, müəllim deyəcək ki, sən bunu köçürmüsən. Ona görə bu videolarda da məqsəd köçürmək deyil, uşaqlara kömək etməkdir. Aha, deməli biz video izləyəcəyik və videoda izləməkdə məqsədimiz bu iki sualın cavabını tapmaqdır. Suallar da belədir. How are Tokyo and London əslində similar? London və Tokyo nə ilə bir-birinə bənzəyir? Nədə oxşarlıqlar var? Və what two things does the video talk about that affect our clothing choices? Və videoda deyir, hansı iki şeyin adı çəkilir ki, bizim geyim seçimlərimizə təsiri var. Gəlin baxaq. Let's listen. Let's watch. What are you wearing today? What to wear? Is this a problem for you when you wake up in the morning? Deyir ki, nə geyinək? Əgər deyir, bu sənin üçün səhər yuxudan oyananda bir problemdirmi? Or do you just take something and go? Yoxsa deyirsən, nə gəldi geyinirsən və çölə çıxırsan. Maybe your school has a uniform.
Deyir, bəlkə də sənin məktəbin bir özünün forması var. All the students wear the same clothes. So Tələbələr eyni geyimi geyinir və ona görə də bu sizin üçün asandır. you don't have a uniform? Sənin deyir, məktəbli forman yoxdur. Why not think about what people wear in different countries around the world? Deyir, nəyə görə müxtəlif ölkələrdə insanların nə geyindiyi haqqında niyə də düşünməyək? Around the world. For example, here in Tokyo, Deyir, məsələn, burada Tokyoda. it's famous for shopping and fashion. Deyir ki, öz alış-verişinə və modasına görə məşhurdur. There are a lot of cool modern styles here. Some styles Deyir, burada çoxlu cool, qəşəng, modern, müasir stillər mövcuddur. But most school students probably wear the same clothes as you. Ancaq məktəblərdə uşaqların çoxu demək olar ki, deyir, bəlkə də eyni geyinir. London also has a lot of cool styles. It's a Londonda da deyir, cool style'lar, stillər var. good place to find fashion from the past. Burada deyir, keçmişdən gələn modanı tapmaq rahatdır. Not sure what to wear? Deməli, oxşar cəhəti tapdıq uşaqlar. London deyir ki, soruşur Tokyo və Londonu similar eləyən London and Tokyo are hər ikisi də both famous for fashion. İkisi də deməli modaya görə məşhurdur. Onları oxşar edən cəhət budur. İndi isə ikinci sualın cavabına baxırıq. Check the weather. Deyir, bilmirsən nə geyinəsən, onda hava haqqında məlumata bax. Is it a cold day? Deyir, soyuq bir gündürmü? Then choose warm clothes. Onda isti paltarları seç. Is it hot? Well, then wear something like this. Yox, deyir, istidirsə, onda nəsə belə bir şey geyin. Yəni o oğlandakı kimi. These clothes are perfect for the rain. Deyir, bu cür geyimlər yağışlı hava üçün çox mükəmməldir. Sometimes we choose clothes that keep us safe. Bəzən biz elə geyimlər seçirik ki, onlar bizi təhlükəsiz saxlayır. Yəni baxın bu işçilərin geyimləri kimi. When we work. Or when we have fun playing sports. Və biz işləyəndə və yaxud da ki, əyləncəli bir idman növü ilə məşğul olanda Or in the sun. və yaxud da ki, günəşdə, bizi günəşdən qorumaq üçün bu cür papaqlar geyinirik. How do you choose your clothes? Deyir, bəs sən öz geyimlərini necə seçirsən? Hə, deməli uşaqlar, ikinci sualın cavabı isə belə olur. Yəni ki, bizim geyim seçimimizə təsir edən nədir? The weather and what we do, nə edirik o, what, buradan yazıram, we do affect our choices, our clothing choices. Mesela, bu da oldu ikinci sualın cevabı. Vocabulary in context və vocabulary, yəni lüğət. Jacket, raket, pencək, pants, şalvar, shoes, ayaqqabı, shorts, shortik, sweatshirt. Azərbaycanca ilə sviter, sonra
jaket də yox, Kazak dilləri türklər. Bizdə polver, bax odur, sweatshirt. T-shirt isə qısa qol köynək. Online web store, online deyir mağaza, find a store, mağazanı tap, gift card, hədiyyə kartı, search, axtar, clothes. Bu online mağazadır güya. Aha. A big red sweatshirt, böyük, deməli qırmızı sweatshirt. Mavi cins şalvar, a black jacket. Green pants. White shorts, white sneakers, özləri yazıblar, a red and blue shirt, a blue t-shirt, T hərfinə oxşadığına görə t-shirtdir, T köynək deyirlər ingilislər buna, black shoes. Yes. Which clothes in the photos in exercise 1 do you like? Tell your partner. Deyir, birinci tapşırıqda hansı paltarları xoşlayırsınız? Onu yoldaşınıza deyin. Yəni, belə cümlələr qurursunuz. Keçən dəfə bundan əvvəlki mövzuda fənlər haqqında necə danışırdınız? Məsələn, I like math, I hate music kimi. Və burada da deyirsiniz ki, I like pants. I don't like shorts, məsələn. I like sneakers. I don't like shoes. I hate, tutaq ki olsun, məsələn, jeans. Jeansdən nifrət edir, məsələn. I like sweaters, sweatshirts və s. Aha, find the odd one out. Deyir ki, bir dənə fərqlini tapın. Gəlin tapaq. Jeans, pants, sweatshirt, yəni bu ikisi ayağa geyinilir, bu isə yuxarı hissəyə, ona görə bu fərqlidir. T-shirt, shirt, yuxarı geyinir, sneakers isə ayağa, ona görə bu fərqlidir. Shorts, jacket, sweatshirt, shorts, deməli, shortikdir, jacket, sweatshirt yuxarı geyinilir, ona görə fərqlidir. Shorts, jacket, pants, shorts. Bunlar ayağa geyinilir, bu isə yuxarı, ona görə fərqlidir. Sneaker shirt, bu yuxarı, bunlar isə ayağa geyinilir, ona görə fərqlidir. Yes. Copy the chart to your notebook. Dəftərinizə köçürün, deyir bu cədvəli. Write the names of clothes you wear in the chart. Və geyindiyiniz paltarları cədvəldə qeyd edin. Then tell your partner. Sonra dostunuza deyin. Clothes I wear at school. Məktəbdə geyindiyim paltarlar. I wear shoes at school. I wear shirt. A shirt özür. At school. At school. Sonra orada başqa nə paltarlar var idi. I wear uniform. Uniform əvəzinə şalvar, köynək, jaket və s. də deyə bilərsiniz. That's cool. Deyir, həftə sonları nə geyinirsən? I wear t-shirt. On weekends. Cümlənin davamını yaza bilərsiniz. Daha sonra I wear a skirt. Yubqa, nə bilim, jeans. Jeans yaza bilərsiniz. On weekends davamını yazırsınız. Sonra what are your favorite clothes? Sənin sevimli paltarların nədir? Yazırsınız ki, my favorite clothes are my sneakers and sweatshirt. Burada belə verib mənim deyir. İdman ayaqqabılarım və o görəkçəmdir, amma sviterimdir. Siz yaza bilərsiniz ki, my favorite clothes are my favorite clothes are my jeans and
Jacket. Look at the page and answer the questions. Check the correct answer. Deyir ki, baxın bu səhifəyə və suallara cavab verin. What type of text is it? Baxıb cavablayacağıq. What is the relationship between the two people? Və iki insan arasındakı münasibət nədir? Deməli, bunun dinləməsi 7:02-dir, amma dinləməni özünüz qoşub qulaq asa bilərsiniz. Mən oxuyuram. Hey Jordan, salam. Jordan, what's up? Nə baş verir? Nə olub? Yəni, what's up? Nə olub? Hi Nick, salam Nick. I'm at the mall with my dad and my sister. Mən deyir, atam və bacımla moldayam. My dad is getting a shirt for work and a sweatshirt for the weekend. Atam işə köynək alır və həftə sonu üçün də özünə bir dənə sweatshirt alır. My sister is getting a sweatshirt too. Bacım da özünə sweatshirt alır. They are buying the same one. Onlar eyni şeyi alırlar. I'm buying a new pair of jeans and a new t-shirt for Jackson's party. Deyir ki, mən uşaqlar baxın, jeans şalvardır, şortikdir, qayçıdır və s. İki eyni hissədən ibarət olan əşyalara ingilis məsələn belə deyə bilmir. One jeans demir. Çünki bu isimlər həmişə cəmdə olan isimlərdir və onların qarşısında belə miqdar sayları işlətmək olmaz. Bunların sayını göstərə bilmək üçün ingilislər baxın, a pair of ifadəsindən istifadə edir. A pair of, baxın. Yəni bunu daha durub bir cüt şalvar, bir cüt cins şalvar kimi tərcümə etməyəcəksiniz. Bunun tərcüməsi belə olacaq. Bir dənə, yəni bir cins şalvar, bir dənə cins şalvar. Deyir ki, mən bir dənə cins şalvar alıram və yeni bir t-shirt alıram Jackson'ın ad günü üçün. Why? Nə üçün? You have lots of t-shirts. Sənin deyir, çoxlu t-shirtlərin var. You're right. Haqlısan. I'm not buying it. Almıram, deyir, mən onu satın almıram. I'm in the store, mən dükandayam, but it's closing soon. Now. Deyir ki, mən dükandayam, amma indi o bağlanacaq. Where are you? Sən haradasan? I'm at home, evdəyəm. I'm looking at my clothes for the party. Mən deyir, şənlik üçün öz paltarlarıma baxıram. I like the brown pants. Mən qəhvəyi şalvarı xoşlayıram. But I'm not wearing my favorite white t-shirt. Ancaq mən özümün sevimli ağ t-shirtümü geyinməyəcəm. Why not? Wait, what about a black t-shirt? Nəyə görə yox? Qulaq as, yəni gözlə bir dəqiqə. Biz deyirik, dayan bir dəqiqə. Bax, o mənada işlənir burada. Wait. Deyir, bəs qara t-shirt haqqında, t-shirt necə? I don't have one. Mənim bir dənə də olsun, deyir, yoxumdur. I have one. Deyir, mənim varımdır bir dənə. Wear it to the party. Onu deyir, şənliyə giyin. Cool. Əla. Thanks, Jordan. Çox sağ ol, Jordan. I'm wearing my black jacket and my sneakers. Mən özümün qara pencəyimi və idman ayaqqabılarımı giyinəcəm. I'm not wearing my sneakers. Mən idman ayaqqabılarımı giyinməyəcəm. I'm wearing my blue shoes. Mən mavi ayaqqabılarımı geyinəcəm. Come to my house after soccer club to go to the party. Deyir ki, idman klubundan sonra gəl mənim evimə və birlikdə deyir, şənliyə gedək. Okay. Suala cavab verək. What type of text is it? Deyir, hansı növ tekstdir? A cell phone dialogue between two friends. İki dost arasında telefon danışığı, bəli. An online blog post, online blog paylaşımı deyil bu. What is the relationship between the two people? İki insan arasındakı münasibət nədir? They are not brothers, qardaş deyirlər. They are friends, onlar dostdurlar. Look at the images and the text. Bir emojilərə bax. Draw the emoji for each adjective. Hər bir adjectivə görə emojini sən çək.
Gəlin çəkək. Səd belədir. Sədi çəkmək asandır. İndi öz bacarığınızdan istifadə edərsiniz. Good üçün o əl işarəsidir. Onu indi əl bacarığı yaxşı olanlar çəkirlər. Think isə bunu uşaq necə çəksin? Mən də çəkə bilmirəm. Yəni xoşum gəlmir şəkil çəkməkdən. Burada bir dənə əl qoyub belə düşünür. Siz daha yaxşı çəkərsiniz. Read the text again. Mətni yenidən oxuyun. Then complete the text below with the correct words. Və aşağıdakı mətni sözlərlə tamamlayın. Düzgün sözlərlə tamamlayın. With his dad and his sister, Nick is at home. Nick ise evdeydi. They're talking about Jackson's party. Jackson'ın ad günündən danışılır. Şənliyindən. Siz də yoldaşlarınızla belə mövzularda danışırsınızmı? Maraqlıdır, oğlanlar belə şeylər danışırlarmı? Jordan is in hardaydı? Dükkandaydı, store, but he doesn't buy a t-shirt. O t-shirt almır. Because he has lots of them. Çünki onda çoxlu t-shirt var. Nick is wearing brown. Deyir ki, qəhvəyi nə giyinmişdi? Bayaq demişdi pants. Pants, Jordan's black t-shirt. Jordan'ın bir black t-shirtünü giyinəcək. And a jacket to the party. Və partiyə deyir bir dənə jaket giyinəcək. Jordan is wearing. Jordan deyir sneakers. İdman ayaqqabısı giyinməyəcək. Is it important to look good? Deyir ki, yaxşı görünmək vacibdirmi? Yazırsınız ki, yes. Nəyə görə? Because you are what you wear. Nə geyinərsənsə olsan. What you wear. Look at the examples in the chart. Deyir nümunədəki nümunələrə bax. Cədvəldəki complete the sentences from Nick and Jordan's chat. Nick və Jordan'ın söhbətinə baxaraq cümlələri tamamlayın. You're buying the same one. He is getting a shirt. Əldə edir yəni. She's getting a sweatshirt. It is closing now. İndi deyir ora bağlanır. Deməli uşaqlar görürsüz bu quruluş yəni əmizar və üstəgəl feil, üstəgəl ing quruluşunu biz nə zaman işlədirik? Danışdığımız anda baş verən hərəkətlər üçün. Məsələn, keçən dəfə əvvəlki mövzularda danışdığımız mövzu present simple idi, yəni indiki sadə zaman. Türklər ona geniş zaman deyir, yəni ki, onun əhatə dairəsi, o zamanın əhatə dairəsi daha genişdir. Azərbaycan dilində hər ikisində də şəkilçi ır, ir, urdur. Ir, ir, ur, ür. Amma ingilis dilində quruluş fərqlidir. İngilis dilində cümlələri qurmaq üçün şəkilçilərdən istifadə olunmur. İngilis dilində cümlələri qurmaq üçün baxın belə köməkçi feillərdən, əlavə yəni şeylərdən istifadə olunur. Bir dənə burada şəkilçi tutaq ki, ing-dir. Vəssalam. Amma indiki sadə zamanda elə bir şəkilçi yoxdur. Bir dənə üçüncü şəxsin təkində feilin sonrası artırılır. Və uşaqlar quruluş fərqlidir. Bax, məsələn, deyirəm ki, o futbol oynayır. Zaman zərfinə görə o futbol oynayır. Bir də var deyirəm ki, gəlin bunu belə eləyək də. O hər gün futbol oynayır. O hər gün futbol oynayır. Bir də var deyirəm ki, o indi futbol oynayır. Görürsünüz?
Biri birinci cümlə. Təkrarlanan hərəkətlər üçün istifadə edirik və bunun quruluşu ingilis dilində budur. He mübtəda gəldi, fail verdi, he play, failin sona bir hansı artırdıq, vəssalam. Football. He plays football. İngilis dilinin cümlə quruluşu, mübtəda, xəbər, tamamlıq, zaman zərfliyi. Every day. Every day. Bir də var ki, o indi futbol oynayır. O indi futbol oynayır deyiriksə, he, sonra nə gəlməlidir? Baxın, buradakı quruluş. He-də is olur. Is. Sonra feilimiz play-dir. Play feilinə artırırıq ing. He's playing. Tamamlığı verirəm futbol. Zaman zərfi axırda now. Vəssalam. Və bu iki cümlə, görürsünüz uşaqlar, ingilis dilində bu iki cümlə arasında nə qədər fərq var. Amma Azərbaycan dilində biz zaman zərflərini silsək, bura diqqət edin. Bir dənə zaman zərfini sildim. Cümlələr eynidir. Heç bir fərq yoxdur. Şəkilçilər eynidir. Bəlkə bəzi hallarda biz belə deyə bilərik. O indi futbol oynamaqdadır. Amma əsasən biz hamımız elə gündəlik danışığımızda bax, ir, ür şəkilçisindən istifadə edirik. Və ingilis dilində bunlar fərqlidir. Quruluş olaraq da fərqlidir, məna olaraq da fərqlidir. Ona görə də bunları yaxşı başa düşmək lazımdır. Və deməli, bu quruluşdan istifadə edərkən uşaqlar, biz mənaya fikir verəcəyik, zaman zərflərinə fikir verəcəyik, bir də quruluşu əzbər bilməliyik. Mən indi sağollaşmalıyam, çünki başqa işlərim var. Bu tapşırıqlar üçün növbəti videolarda görüşərik. Sağ olun.